Asan xidmət indeksi üzrə qiymətləndirmə prosesi və nəticələr necə öyrənilir? Baxın, bu da bir maraqlı istiqamətdir. Elə isə gəlin sujetimizi izləyək, davam edəcəyik. Dövlət xidmətlərinin elektron reyestrinin yaradılması və bu xidmətlərin asan xidmət indeksi çərçivəsində qiymətləndirilməsi prosesini Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir. Dövlət xidmətlərinin qiymətləndirilməsinin əsas məqsədi bu istiqamətdə vətəndaş məmnunluğunu təmin etməkdir. Onu da qeyd edək ki, dövlət xidmətlərinin qiymətləndirilməsi prosesi beynəlxalq normalara əsasən aparılır. Qiymətləndirmə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların qiymətləndirmə modelinə uyğun olaraq hazırlanmışdır və dövlət xidmətlərinin ümumiyyətlə qiymətləndirilməsi 5 ulduz sistemi üzrə formalaşdırılan 7 parametr, 24 meyar və 155 alt meyar əsasında həyata keçirilir. 2016-cı ildən etibarən artıq 3500-dən çox xidmət qiymətləndirməyə cəlb olunmuşdur. 2024-cü ildə isə dövlət xidmətlərindən 75 dövlət orqanının məhz 300 xidməti asan xidmət indeksi üzrə qiymətləndirməyə cəlb olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş 2023-2027-ci illər üzrə dövlət proqramına əsasən 2024-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının xidmətləri də asan xidmət indeksi üzrə qiymətləndirməyə cəlb olunmuşdur. Və qeyd olunan 300 xidmətin 78 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 23 dövlət orqanına aiddir. Hər il Azərbaycan Respublikasının Prezidentinin administrasiyasına dövlət xidmətlərinin qiymətləndirilməsi ilə bağlı hesabat, dövlət orqanlarına isə qiymətləndirmənin nəticələri ilə bağlı arayışlar təqdim olunur. Ümumiyyətlə 2016-2024-cü illər üzrə dövlət xidmətlərinin asan xidmət indeksi üzrə qiymətləndirilməsinə nəzər yetirdikdə görərik ki, dövlət xidmətlərinin elektronlaşması, dövlət xidmətlərinin inteqrasiyası, çağrı mərkəzlərinin yaradılması və eləcə də elektron sənəd dövriyyəsinin inkişafına təkan vermişdir.